Belə bir rifos sualına baxaq, aşağı yaş qrupları üzrə. Faydalı gücü 30 kW olan 1500 kiloqram kütləli cismi sabit sürətlə 4 saniyə kran hansı hündürlüyə qaldırar? Bunun üçün biz təbii ki, gücün düsturunu yazsaq, P bərabər A bölünsün T və müəyyən hündürlüyə qaldırırsa, bu zaman gördüyü iş ağırlıq qüvvəsinin gördüyü işə bərabər olacaq. Ağırlıq qüvvəsinin gördüyü iş mgh bölünsün T olacaq. Buradan da təbii ki, hündürlüyü tapmaq üçün P, T bölünsün mg ifadəsindən tapa bilərik. P'miz verib bizə 30.000, 3 vurulsun 10 üstü 4. Zamanı verib 4 saniyə. Kütləmiz 1500, 15 vurulsun 10 üstü 2 və J-də 10 olsa, deməli buradan bunlar ixtisar getdi. 30 ilə də 15 ixtisar getdi. 2 qaldı. Buradan 8 metr eləyir. Deməli cavab 8 metr edəcək.